Trump dünyanı təşvişə salan anonsu verdi. İran bu gecə kabus yaşaya bilər. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump bugünün İran üçün həlledici gecə olduğunu bildirib və əlavə edib ki, bu gecə bütöv bir sivilizasiya məhv ola bilər. Report xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb. Mən bunun baş verməsini istəmirəm, lakin yəqin ki, belə də olacaq deyə Trump bildirib. Bununla yanaşı o qeyd edib ki, rejimin tam və total dəyişməsi nəticəsində daha ağıllı və daha az radikal qüvvələr ortaya çıxa bilər. Bu da inqilabi dərəcədə gözəl dəyişikliklərə gətirib çıxaracaq. Biz bunu bu gecə dünyanın uzun və çətin tarixinin ən vacib anlarından birində öyrənəcəyik deyə o əlavə edib. Sonda Amerika Birləşmiş Ştatları prezidenti bildirib ki, 47 illik hədə-qorxu, korrupsiya və ölüm başa çata bilər və o İran xalqına firavanlıq arzulayıb.